olsun. Sizinlə birlikdə Python mövzusu üzrə seriyamızın növbəti sualları ilə tanış olmağa başlayaq. Deməli, bizə bir sətr verilib. Adı informatik S sətridir və elementləri informatika hərf sözlərindən, yəni hərflərin birləşməsindən yaranmış informatika sözündən ibarətdir. Deyir ki, A bərabərdir S-in 1-dən 8-ə kimi 2 addımla, yəni informatika sətrini S bərabərdir. Biraz informatika. Həmin bu sətri 0-dan nömrələyirəm. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. 1-dən başla, 8-ə qədər davam elə, 2 addımla. Birinci elementim N-dır. Və 2 addımlayıram. 1-in üstünə 2 gəlirəm 3, sonra 5, sonra 7, artıq 8-ə qədər deyir. Növbəti element 9-a düşəcək deyə biz bunu götürmürük. Yəni bizim A dəyişənimizin qiyməti N, O, M və T-yə bərabər olmuş olur. B dəyişəni bərabər olsun deyir. Həmin A-nın 2 nöqtə -1, yəni həmin A sətrinin tərsinə düzülməsinə, yəni bu ifadə tərsinə oxunmaq deməkdir. Bir növ siyahılarda olan reverse funksiyasını icra edir. Deməli, B bizdə nəyə bərabər olacaq? Burada yazılmış sətri T, M, O, N. Bax, bu sətrin tərsinə düzülməsidir. Print elə B üstə gəl S-in -1-ci elementi. Yəni, biz bilirik ki, sətirlər toplananda onlar birləşir və üstə gəl sətr len A. A-nın uzunluğu 1, 2, 3, 4-ə bərabərdir. B-nin qiyməti dedik ki, T, M, O, N. Üzərinə gəlirəm. S siyahısının -1-ci elementi. -1-ci elementi sondan əvvələ doğru düzüləndə A hərfinə düşür. Və onun da üzərinə gəlirəm. Sətr tipində həmin bu saydığımız 4-ə, yəni bax, burada 4 dənə element var. Dırnaq içərisində 4-ə. Və dedik ki, sətirlər toplananda birləşir. Bizim, bax, ekranımıza çıxır. T, M, O, N, A, 4 və print həmin o dırnağı yeyir və ekrana B variantı, bax, B variantı kimi bax, belə bir yazı çıxır. Olduqca bir maraqlı kod ilə qarşı-qarşıyayıq. Biz sanki bu kodla söhbət edəcəyik. Həqiqətən də çox maraqlıdır. Deməli, bizə bir T adlı tuple verib. İçərisində 1, 2 integer tipində element var və 3, 4 elementindən ibarət olan siyahı var. Tuple immutable'dır, yəni dəyişməzdir. Siyahı isə dəyişəndir. Yaxşı, bu nə deməkdir? Gəlin bunu biraz açıqlayaq. Deyirəm ki, təsəvvür edin, bir küçədir və həmin o küçədə yanaşı evlər var. Birinci ev, ikinci ev, üçüncü ev, bax belə. Birinci ev, ikinci, üçüncü evlər var. Və həmin küçədə qəti şəkildə, məsələn, olur da elə bir küçələr ki, tarixi abidələr küçəsidir. Var elə küçələr. Hansı ki, o küçələrdə evləri söküb, yenisi ilə əvəz etmək, həmin küçələrdə bir dəyişiklik etmək, həmin o evlərdə dəyişiklik etmək qadağandır. Olmaz. Bu da, bax, bu da tuple-da verilmiş. Bax, məsələn, 1, 2, 3 elementlərindən ibarət bir evlər kimi təsəvvür etsək, bir yaddaş ünvanları kimi təsəvvür etsək, bu onu möhürləyir. Yaddaş ünvanında möhürləyir, deyir ki, sən mənim elementlərimi dəyişməyə cəhd etmə, mən sənə buna icazə vermirəm. Amma içərisində bir dənə siyahı var. O siyahı deyir ki,
Mən dəyişə bilənəm. Siyahını necə başa düşək bəs? Təsəvvür edin ki, bir çantadır. Çantanın özünü dəyişmirsən, ha? Sadəcə olaraq içinə hər hansı bir əşyanı qoyursan və ya da hər hansı bir əşyanı içərisindən çıxardırsan. Çanta olduğu kimi qalır. İndi baxıram bura, try deyir. Try deyir ki, cəhd elə, amma ehtiyatlı ol. Ehtiyatlı cəhd elə. Nəyə cəhd eləyirəm? Tabulu nömrələyirəm 0, 1 və 2. Tabulun ikinci elementi siyahıdır, hansı ki 3 və 4-dən ibarətdir elementləri. Deyir ki, tabulun ikinci elementinə, yəni 3 və 4-ün üzərinə 5, 6 elementindən ibarət siyahını gəl. Biz bilirik ki, normalda iki siyahını toplayanda sətirlərdəki kimi siyahılar birləşir. Tamam mı? Və indi maraqlı bir digər məqam ondan ibarətdir ki, həmin bu siyahı cəhd etdim. Mən siyahı ilə işim gördüm. Mən çanta ilə işim var da. Çantanın içərisinə hər hansı bir əşya qoydum. Yəni mənim evdən işim yoxdur ki? Yox. Expand baxır, try deyir ki, bax, I expand. Burada bir iş görüldü. Xəbərin olsun ha. Bax, burada bir iş görüldü. Sən bir nəzarət elə. Gör burada type error varmı? Type error, yəni dəyişən tipləri ilə bağlı, dəyişənlərin tipləri ilə bağlı olan xətalardır. O da deyir ki, yox. Orada elə bir error yoxdur. Çünki error olsaydı, bax type error çıxardardı. Deyir, yox, elə bir error yoxdur. Çünki o tabla toxunmayıb. Sadəcə olaraq içərisindəki siyahını genişləndirib. Və bir ki, gözlə, elə bil ki, heç görmədin də bir növ yola ver getsin. O bir olur qalmaqallı vəziyyətlər yarandır. Əşi, yola ver getsin. Bax, təsəvvür edin ki, burada əşi, yola ver getsin deyir pas. Görürsünüzmü? Kod nə gözəl insanla maraqlı şəkildə söhbət edir və print T deyirsə, bizə T tapılı, baxın bu formada 1, 2 və sadəcə içərisində siyahını dəyişməklə, bax belə bir yaranmış yeni bir tapılı ekrana çıxardır. Sadəcə 3 sətirdən ibarət olan bir kod nümunəsi görürük, amma içərisində müəmmalarla doludur. Və biz müəmmaları çözməyə çalışacağıq. Baxın, birinci sətirdə qeyd olunub ki, A bərabərdir. Siyahının içərisində 0 elementindən ibarət olan bir siyahı və sən onu 3-ə vur. Biz normalda bilirik ki, A bərabərdir. Bax, belə bir yazılış bizə göstərir ki, yəni vurulsun 3 yazılışı, bizə demək istəyir ki, siyahın içərisində 3 elementli bir siyahı yarat. Bax, o bizdən bunu istəyir. Amma bu yazılış isə mənə onu demək istəyir ki, təsəvvür elə bir evdir və həmin evin bir dənə qapısı var, yəni ya eyni yaddaş ünvanıdır. Eyni yaddaş ünvanıdır. Bir qapısı var, sən həmin o qapını 3 elə. Yəni eyni otağa 3 fərqli qapıdan giriş elə. Yəni yenə də müraciət eyni otağa daha, yəni başqa bir otağa müraciət deyil. Yenə eyni yaddaş ünvanına müraciətdir. Sadəcə olaraq 3 fərqli qapıdan giriş et. Bax, bu yazılışın mənası odur. Və bu yazılışa əsasən biz buradakı kimi vəziyyət yarada bilmirik. Buradakı, yəni sayının 3 dəfə təkrarlanması istəyiriksə, əslində bax bu belə, bu sətir bax buradakı kimi yazmaq yerinə bax belə bir şey yazılsaydı, siyahın bax bu formada bax bir siyahıdır və yazılsaydı ki for in range kopyala bunu silim. Yer tutmasın. Aha. For in range. Bax belə bir şey yazılsaydı və içərisində 3 yazılmış olsaydı, bax belə bir nümunə, bax birinci sətirdə bu yazılmış olsaydı, o zaman bu bizə çıxardacaqdı. Bax belə bir ifadəni. Siyahın içərisində elementi B, daha doğrusu 0, hələ 5 deyil, 0 və 0. İndi dediyək ki, eyni yaddaş ünvanına müraciət gedir.
Baxın, amma belə çıxmır da. Belə yazılmadığına görə, bax bu formada yazılmadığına görə bu belə çıxartmır ekrana. Yəni A siyahısı yeni formada belə təqdim olunmur. Bu demək istəyir ki, sən 0-cı elementi götür. A siyahısı məndə nə cürdür? Bax, bu formadadır. Elə deyilmi? Və bu mənim ümumilikdə A siyahımın 0-cı elementi, bax, bu içərisindəki siyahıdır və onun da 0-cı elementi bax içərisindəki 0-dır. Deyir, həmin o 0-ı, bax bu içəridəki ağ rəylə yazılmış 0-ı 5 ilə əvəz elə. Tamam mı? Yəni siyaha bax belə bir formaya düşsün. 5 olsun. Gördünüzmü? Amma print A deyir ki, nəticəni çap elə. Deyir, çap eləyimi? Mən yuxarıda gördüm ki, sən bir otağa 3 qapı açmısan. Onda mən birinci qapıda 0-ı gördüm. Bayaq 0 idi axı. Həmin 0-ı 5 ilə əvəz etdim. İkinci qapıda da 0-ı gördüm. Həmin 0-ı da 5 ilə əvəz edəcəm. Üçüncü qapıda da 0-ı gördüm. Həmin 0-ı da 5 ilə əvəz edəcəm və mən sənin üçün siyahını bax bu formada ekrana çıxartmış olacağam. Yəni görürsünüzmü? Biraz həm düşündürücü, həm də özündə bir çox məqamları qeyd edən bir koddur. Bir test nümunəsi ilə qarşı-qarşıyayıq. Deməli, burada nə verib bizə? Bizə bir dənə x dəyişəni verib, hansı ki qiyməti 10-dur. Def f, amma f-in içərisinə, mötərizənin içərisinə görürsünüzmü? Boş qoyub. Yəni burada da görürəm ki, bax boşdur. Yəni f-ə hər hansı bir qiymət mənimsədilməyib. Biz məsələn öyrəşmişik adətən FA və yaxud da FN fərqi yoxdur da. Hər hansı bir bax bunun içərisində bir qiymətin olmağını öyrəşmişik. Amma burada belə bir ifadələr yazılmıyor. Baxıram ki, burada global x yazılıb. Yəni ümumiyyətlə dəyişənlər lokal və qlobal olur. Baxın, buradakı x bərabərdir 10 qlobal dəyişəndir. Kənardan gəlmiş, funksiyanın içində deyil, kənardan. Deyir ki, sən qlobal x dəyişəninə müraciət elə, bax bu yazı, və print x elə. Həmin o müraciət elədiyin x-i çap elə. Nə edəcək? Onu çap eləyəcək. Çünki bu qlobal x axı çöldən onu görür. Çünki bax belə bu ardıcıllıqla gedəcək. Çap edəndən sonra gəlir, burada bir dənə x bərabərdir 5 qiyməti verir. Həmin o bayaqki x dəyişənimizin. Dedi ki, dəyişən proqramın gedişi zamanı qiyməti dəyişən kəmiyyətdə. Yəni və ən son dəyişmiş qiymətini götürür. Buradan da ən son dəyişmiş qiyməti 5-dir. Və gəlir, sonda bir dənə də print bizi gözləyir. Hansı ki, səbirsizliklə nə vaxt mən icra olunacam. Və onun nə vaxt icra olunacağı məhz bu ən son aldığı 5-dən asılıdır və ekrana 10 və 5 qiyməti mənimsədilir. Cavab olur B variantı. Əziz izləyicilərim, bu tipli maraqlı test nümunələrini görmək istəyirsinizsə və həmin test nümunələri ilə qarşılaşmaq istəyirsinizsə, kanalıma abunə olmağı, şərhlərdə öz fikirlərinizi yazmağı və bəyən butonuna basmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti dərslərdə görüşənədək.